Salam dəyərli kanal izləyiciləri, monitorinq izahlarına qaldığımız yerdən davam edirik. Bu gün sizinlə monitorinq 9-cu izahına baxacağıq. Daha keçməmişdən öncə qeyd edim ki, kanala abunə olaraq bir çox video izahlardan yararlana bilərsiniz. İlk sualımıza baxaq. Kərim dayının nar ağaclarının əkdiyi düzbucaqlı formasındakı bağının eni 22 metr, uzunluğu 27 metrdir. O bağın enini artırmaqla onu kvadrat formalı etmək istəyir. Bu halda bağın sahəsi neçə kvadrat metr artacaq? Deməli, əvvəlki sahəmizi tapmaq üçün S bərabərdir 27-ni 22-yə vurarıq. Bunu kvadrat formalı edəcəksə, təbii ki, enini də 5 metr artıracaq. 5 metr artıran zaman 5 metr artıran zaman artıq bu hissədə 5 metr artacaq. 5 metr artıran zaman daha doğrusu 27 metrə bərabər olacaq. Yəni sahə olacaq 27 vur 27. Əvvəlki sahə 27 vur 22 idi. Sonraki sahəmiz isə 27 vur 27 olacaq. Bunları hesablayıb aralarındakı fərqi tapıb nə qədər artdığını tapa bilərsiniz. 22-yə vuran zaman 594. 27-ni 22-yə vuran zaman isə 729 edəcək. 729-dan da 594-ə çıxan zaman 135 metr kvadrat 60 olacaq. Doğru cavab olacaq A variantı. 27-ci sualımızda x bölü 4 üzrə kömləsi. Deməli, y-i tapmaq üçün y bərabərdir, kx olmalıdır. K-nı 4 tapdıq. 4 vurulsun 20, 80. Y tapmaq üçün isə 72-ni 4-ə bölməliyik. L olacaq 18. Yəni K-nın qiyməti 80, L-in qiyməti 18. 80 ilə 18-i toplayan zaman 98-ə bərabər olacaq. Doğru cavab olacaq C variantı. 28-ci sualımızda fiqurdakı şəklin həcmini tapın. Deməli, burada 8-i 4-ə vuran zaman aşağıdakı düz fiqurun həcmini tapsaq, V bərabərdir. 8 vurulsun 4, 32. Daha sonra 32-ni 6-ya vurarıq. 32-də vurulsun 6, yəni paralelepipedin həcmini tapsaq. 192. Kubun da həcmi A kubu olduğu üçün V bərabərdir 4-ün kubuna. 4-ün kubu isə edəcək 64. 192 ilə də 64-ü toplayır. Ümumi fiqurun həcmi olacaq 256 metr kub. Doğru cavab olacaq C variantı. Növbəti suallarımıza baxaq. 29-cu sualımız hissədə 10,9 kiloqram kartof vardı. Satıcının 31-də 9 hissəsini satdı. Gəlin düzgün olmayan kəsrə çevirək. 9-da 93 vurulsun 31-də 9. 9-lar ixtisar gedir. 93-dən də 31 ixtisar gedir. 3 qalır. Hissədə neçə kiloqram kartof qaldı? 10,9 kiloqram kartof vardı. 3 kiloqramı satıldısa 10,9-dən də 3'ü çıxan zaman 7,9'da 3, yəni 7,3'də 1 ixtisar aparsaq 7,3'də 1 kiloqram kartof qalmış olacaq. Doğru cavab olacaq E variantı. 30-cu sualımız ifadəni sadələşdirin. Mötərizələri vurub açmalıyıq. Mötərizələri vurub açıb sadələşdirməliyik. Gəlin vuraq. -5B çıxılsın 20A topla 3A çıxılsın 6B. Oxşar toplananlar. -20A ilə 3A, -17A, -5B ilə -6B, -11B edəcək. Doğru cavab olacaq D variantı. 31 aşağıdakılardan hansı müsbət və mənfi ədədlər haqqında doğru məlumatdır? Mənfi ədədlə müsbət ədədin hasili işarəsi müsbətdir, xeyr. Ədəd oxuna verilmiş 2 ədəddən sağda yerləşən ədəd böyükdür. Bəli, elə doğru cavabımız budur. Müsbət ədədlər ədəd oxunda 0-ın solunda, xeyr, 0-ın sağında yerləşirlər, səhvdir. Mənfi ədədlər 0-dan böyükdür, xeyr, mənfi ədədlər 0-dan kiçikdir. 32-ci sualımızda Ləmanın karandaşlarının sayı 4-dən az 7-dən isə çox deyil. Ləmanın karandaşlarının sayını K ilə işarə etsək, aşağıdakı bərabərləşdirəcək hansı Ləmanın karandaşlarının sayını ifadə edir. Deməli, 4-dən az 7-dən də çox deyilsə, 4-dən az 7-dən çox deyilsə, doğru cavab olacaq burada 4 və 7 aralığında. Yəni 5 və 6 ola bilər. Sualımızda bir variantı.
33-cü sualımız. Verilən qrafikdə Bakı və Sumqayıt arasında bir həftəlik hava temperaturu qeyd olunub. Qrafikə görə hansı temperatur arasındakı fərq 10 dərəcədir. Deməli, burada grafikə baxırıq. Grafikdə baxırıq ki, bazar ertəsi 15 dərəcə və 25 dərəcə ilə doğru cavabımız da bu olacaq. Çünki bazar ertəsindəki aralarındakı fərq elə 10-dur. 25-dən 15 çıxan zaman 25-dən 15 çıxan zaman ilə 10-a bərabər olacaq. Doğru cavab olacaq bazar ertəsi, yəni 33-cü sualımız A variantı. 34-cü sualımız tənasübdür. Çarpaz vurma üsulunu həll edək. Əvvəlcə ixtisar aparaq. 9 3 4. Deməli, 3-ü vururam 15-ə 45x. 3-ü vururam 3-ə 9. Bərabərdir. 4-ü vururam 6x-ə 24x. 4-ü vururam 3-ə 12. 24x-i 45x-in yanına gətirən zaman 21x qalacaq. Mənfi 9-u 12-in yanına keçəcək 21 qalacaq. X bərabər olacaq 1-ə. Müsbət 1-ə. Doğru cavab olacaq D variantı. 35-ci sualımıza bərabərsizliyin ən böyük və ən kiçik. Ən böyüyü 13-dür. Ən kiçiyi isə mənfi 14-dür. Bunların da cəmi olacaq mənfi 1. 35-ci sualımız olacaq B variantı. Üçbucağın tərəfləri 3, 6, 8 nisbətindədir. Böyük tərəflə kiçik tərəf. Böyük tərəf 8x-dir. Kiçik tərəf isə 3x-dir. Fərqi 55-dirsə, buradan 5x 55-dir. X də 11-dir. X 11-dir. Perimetri tapmaq üçün 11-i 3-ə vururuq 33. 11-i 6-ya 66. 11-i 8-ə 88. 88 santimetrdir. Sonra bunu desimetrlə ifadə edəcək. Deməli, bunları toplayan zaman 99. 99 ilə də 88, 187 santimetr edəcək. Desimetrə də çevirmək üçün biz bunu 10-a bölməliyik. Yəni 18,7 desimetr edəcək. Doğru cavab olacaq A variantı. Otuz 7-ci sualımız. 4 nəfərlik bir qrupdakı gənclər idman klubunda futbol və basketboldan ən az biri ilə məşğul olurlar. 20 nəfər futbol, 23 nəfər basketbolla məşğul olur. Futbolla məşğul olan idman klubuna aid 50 manat, basketbolla məşğul olanlar 60 manat. Hər ikisi məşğul olanlar isə endirimlə 90 manat ödəyirlər. Deməli, futbol və basketbol. Baxın, bunu Eylerven dairəsində təsvir etsək. Futbol, basketbol. Deməli, ən az biri ilə məşğul olurlar. Ən az biri ilə məşğul olurlar. 20 nəfər futbol, 23 nəfər də basketbolla məşğul olur. Deməli, bunların hər birini toplasaq, 20, 23 edir 43. 43 nəfərdən də 40-ı çıxarıq. Yerdə qalır 3 nəfər. Deməli, 3 nəfər hər ikisinə məşğul olacaq. Bura qalacaq 17. 20-dən 3 çıxan zaman, 23-dən 3 çıxan zaman burada qalacaq 20 nəfər. İndi bizə deyək ki, bu qrupun idman növü ilə məşğul olmadığını bilərək bir ayda idman klubuna verdiyi məbləği tapır. Deməli, nə edirik? 17 vurulsun 50, topla 20 vurulsun 60, topla 3 vurulsun 90. Deməli, bunları hesablayırıq. Nəticəmiz olacaq 2320 manat. Doğru cavabımız olacaq D variantı. 38-ci sualımızda məktəblər arası Superman yarışmada şagirdlərin 1, 2, 3, 4 mərhələnin tapşırığını yerinə yetirmək üçün sərf etdikləri zaman diaqramda verilib. Diaqrama əsasən düzgün variantı seçin. Deməli, birinci mərhələyə sərf edilən zaman daha çoxdur. Xeyr, üçüncü mərhələyə sərf edilən zaman daha çoxdur. Bəli, doğru cavab elə B variantı olacaq. Şəkilə də baxanda bunu asanlıqla görmək mümkündür. 39-da qonşu bucaqlardır. Əgər bu bucaq 108 dərəcədirsə, digər bucaq neçə dərəcə olmalıdır? Təbii ki, 180-dən 108 dərəcə 72 dərəcəyə bərabər olmuş olacaq. Doğru cavab olacaq C variantı 39-da. Qırxıncı sualımız. Aşağıdakı diaqramda Mehmanın həftə ərzində həyətdə oynadığı vaxt təsvir olunubdur. Mehman həftənin neçə günündə həyətdə 2 saatdan çox vaxt keçirmişdir. Deməli, baxırıq ki, çərşənbə axşamıdır bu. Çərşənbə günü, cümə axşamı, 3 gün. Cavab olur A variantı. 2-dən yuxarı olan sütunları qeyd edirsiniz. A və B kəmiyyətlər tərs mütənasibi. Tərs mütənasibinin asıllığı necədir? K bərabərdir. Daha doğrusu Y bərabərdir K bölü X. K da bərabərdir X, Y.
K-nı tapmaq üçün biz x-i y-ə vurmalıyıq. Burada da k-nın birini tapaq. 6-nı 36-ya vuran zaman 6 vurulsun 36. 216. 216 edəcək. İndi B və A-nı tapmaq üçün isə yerinə qoysaq. Y-in yerində B durur. K da 216. Deməli biz 216-nı 3-ə bölməliyik. B-ni tapmaq üçün 216-nı 3-ə bölərik. A-nı tapmaq üçün də 216-nı 4-ə bölməliyik. 216-nı 3-ə bölən zaman burada düşəcək 72. 216-nı 4-ə bölən zaman isə burada da düşəcək 5 dəfə 54. 72 və 54. 72 və 54-ün cəmi də edəcək 126. Doğru cavab olacaq A variantı. 42-ci zəfər yarışında iştirak edən 72 şagirdi 18-i 8-də 1 final mərhələsində vəsiqə qazanıb. Yarışda iştirak edən şagirdlərin neçə faizi 8-də 1 finalda iştirak edəcək? 72 şagirdin 18-i. 18-i bölərəm 72-yə. Vuraram 100 faizi. Bu da olar 25 faiz. 25 faiz. Doğru cavab olar C variantı. 43 və 44-cü suallarımıza baxaq. 43-də şəkildə M nöqtəsi böyük çevrənin N nöqtəsi kiçik çevrənin mərkəzidir. ML 5 cm-dir. M-dən elə qədər məsafəmiz 5-dir. Daha sonra N-im də 7-dir. Deməli bu kiçik çevrənin radiusu 12-dir. Kiçik çevrənin radiusu 12-dir. Bizə deyir böyük çevrənin radiusunu tapın. Buranı biz 12 tapdıqda bu hissədə 12 olur. 12. Böyük çevrənin radiusu da 12 topla 5 olacaq. Yəni 17 cm. Doğru cavab olacaq A variantı. Doğru cavabımız olur A variantı. -4, 5, 4, -5 nöqtələrindən keçən parçanı qur. Gəlin quraq. -4. X-i -4, Y-i 5. Baxın bu nöqtə olacaq. Sonra X-i müsbət 4, Y-i -5. X-i müsbət 4, Y-i -5 də 4-cüdür. KM. KM parçasını qurun. Buranı K ilə işarə edək. Buranı isə M ilə işarə edək. Parçanı qurmaq üçün biz bu nöqtələri birləşdirməliyik. K-dan M-ə qədər məsafəni birləşdiririk. Və o iki soxulu kəsmə nöqtəsinin koordinatları da olacaq 0, 0. Baxın, hər ikisi ilk soxuda 0-dadır. Koordinat başlanğıcından keçdirilsin. Apsisi də ordinatı 0-a bərabər olacaq. Beşinci sual. Yusuf aprel ayı 5 gün ərzində yanacaq doldurma məntəqəsindəki gəliri aşağıdakı diaqramda qeyd etdi. Diaqrama seçin ən düzgün variantı seçindir. Ən çox gəlir 15.000 manat olubdur. 15.000 manat, xeyr, 20.000-dir. Bu səhv fikirdir. Birinci gün gəlir 20.000 manat olur. Birinci gün gəlir 20.000 manatdır. Elə doğru cavabımız da elə variantı olmuş olacaq. Bilik yarışında iştirak edən 36 şagirdən 9-u yarım final mərhələsinə. 9 böl 36 vurulsun 100%. Bu da edəcək 25%. 46-cı sualımızda tiri 3 cm kiçik kublardan düzəldilmiş böyük kubdan bir neçə kub çıxardılmış və şəkil 2-dəki fiqur əldə edilmişdir. Alınan fiqurun. Baxın, buradakı kubları cəmləsək, 9-u buradadır, 9-u da arxa tərəfdədir. 18. Daha sonra 9-u burada, 9-u burada, 9 burada. Elə bir 1, 2, 3, 4, 4 dənə 9. 36 dənə burada kub var. 36 kubumuz var. Burada isə müəyyən hissəsi oradan çıxarılmışdır. Deməli, burada 36 kub var. Birincidə 36 dənə kub iştirak edir. 36 kub var. Burada isə baxaq nə qədərini görə bilirik. 2, 4, 6, 8, 9, 10, 11, 12, 13, 14. Bir də arxa hissədə yerdə 15, 16, 17, 18 dənəsi var. Deməli, 18 kubu çıxarıblar, 18 kub qalıbdır. 18-i də 36-ya bölüb 100%-ə vurarıq. Nəticə olacaq 50%. Doğru cavabımız olacaq 50%.
Son 3 sualımıza da baxaq. Qırx səkkiz, 49 və 50-ci suallarımız. 48 birinci qabdakı 300 məhsul. Birinci qabdakı məhlulun 300 milli məhlulun 30%, ikinci qabdakı 500 milli məhlulun 14% duzdur. 48-ci sualımızda deməli 300-ün 30%-ni təpərik. 300-ün 30%, 90. 500-ün də 14%, 70 edəcək. Yəni 90 qram duz, 70 qram duz. Bu iki məhlul qarşılaşır. Qarşılarında 90 ilə 70-i toplayan zaman edəcək 160, 160. 160-ı bölərik. Ümumi məhlulların qarışığına 160 bölünsün 800, vurulsun 100%. 800 ilə 100 xərc edər 8 qalır. 160-ı da 8-ə bölən zaman 20% məhlul alınacaqdır. Cavab olacaq 20%. 49-cu sualımızda 6-cı sinif şagirdlərinə 14 nəfər futbol, 16 nəfər piyano, 20 nəfər tenis dərnəyinə yazılmışdır. Şagirdlərin neçə faizi tenis dərnəyinə hamısını toplayırıq. 30, 50. Tenis dərnəyinə nə qədər idi? 20. 20-ni bölüb 50-yə 100-ə vursaq 40% yazılmış olacaq. Doğru cavab olacaq 40%. 50-ci sualımız turist dəstəsi A bazasından çıxaraq düz xətlə hərəkət edərək B məntəqəsindən keçməklə C məntəqəsinə getdi. Turistlərin nə qədər yol getdiyini tapır. 1,1 kilometrdir. Deməli A bazasından çıxaraq düz xətlə hərəkət edərək B nöqtəsindən keçdik. A-dan B-yə, B-dən isə C-yə. 1 damada 1 kilometrdir. Baxaq neçə dama gedib? 1, 2, 3, 4, 5, 6, 7. 7 dama getdiyi üçün 7 kilometr getmiş olacaq. Doğru cavabımız olacaq 7 kilometr. Bugünlük izahımız bu qədər. Ümid edirəm izahlar sizlər üçün faydalı olur. Kanala abunə olmağı, bildirimləri açıq qoymağı unutmayın ki, növbəti video izahlardan xəbərdar ola biləsiniz. Sağ olun. Növbəti video izahlarda görüşmək ümidilə.